Bizdə son 3-4 ildir xarici siyasət müzakirəsi kökündən söndürülüb. Sərbəst söz deyə bilməzsən. Halbuki işğal illərində məhz bu mövzuda açıqlıq, azad müzakirə mövqeyimizin cilalanıb lap üstün keyfiyyət qazanmasına xidmət etmişdi. İndi Azərbaycan xarici siyasəti haqqında gecə-gündüz mediada çox şey danışılırsa da, amma həqiqi tartışılası mövzular qalıb kənarda, hökumətin diktə elədiyi gündəm, mövqe, üslub və tərz hökm sürür. Belə şəraitdə kəskin əhəmiyyət daşıyan xarici siyasət mövzularında Azərbaycan hökumətinin nəinki düzgün qərar verməsi çətinləşir. Hətta deyərdim, yanlış qərarlar verməsi ehtimalı dəfələrlə yüksəlir. Xarici siyasətin həqiqi mənada müzakirəsi bizim ölkədə bərpa olunmalıdır.